variantlara çıxa bilərik. Məsələn, burada bizim gözümüzə dəyir B variantı. Got keçmiş sadə zamandadır, has cooked isə indiki bitmiş zamanda. Ona görə zamanlar uzlaşmır. Digər halda isə nəyə fikir verməliyik? İlk növbədə bilməliyik ki, past perfect keçmiş bitmiş zamanda baş verən hadisə keçmiş sadə zamanda baş verən hadisədən əvvəl baş vermiş olur. Yəni burada da bizim gözümüzə ilk olaraq nə dəyir? Yəni Helen evə gələnə qədər ana artıq yeməyi hazırlamışdı, şam yeməyini hazırlamışdı deyir. Bu quruluşa aid olacaq deməli. Birinci hal Helen'in evə gəlməsi. Bu prosesdən əvvəl ananın yeməyi bişirməyə baş verib. Yəni bu hissədən əvvəl baş vermiş olacaq. Və yaxud da bunun yeri dəyişik ola bilər, fərqi yoxdur. Həmin quruluşa uyğun olacaqsa A variantında özünü göstərir. By the time Helen got home, mother had cooked the dinner. Yəni Helen evə gələnə qədər, Helen evə gəldi, bitdi hadisə, keçmiş sadə zamandadır. Ondan əvvəl isə ana artıq yeməyi hazırlamışdı. Forma bu struktura aiddir. Ona görə A variantı düzgün cavab hesab olunacaq. Digərlərdə məsələn C variantında yerlər dəyişikdir. Yəni bunu götürmürük. Y variantında da yenə olmaz. Bir tərəfi gələcək zamanda, bir tərəfi indiki sadə zamanda verir. Mənaya uyğun gəlmir. Yəni ən optimal variant A variantı olacaq. Keçmiş bitmiş zamanda birinci baş verir hadisə, daha sonra keçmiş sadə zamanda. Daha sonra 57-ci sualda baxırıq sifət və yaxud da zərfin müəyyənləşdirilməsinə. Adətən tələbələr çaşır, eksperimenti, məsələn burada ismi görən kimi sifətə qaçır, yox. Biz burada baxmalıyıq, söhbət isimdən yox, hərəkətin, feilimizin tərzindən getdiyi üçün, conducteddən söhbət getdiyi üçün və eyni formanı tələb etdiyi üçün bizdən zərf istəyir. Zərf də düzəlir ly şəklçisindən. Hər iki tərəfdə and olduğu üçün elə A variantını seçəcəyik. The researcher conducted the experiment carefully and accurately. Bu formada olacaq. Daha sonra 58-ci suala baxırıq. Deməli, verir bizə quantifiers işlənmə qaydası. İlk növbədə bizə kömək edəcək burada nöqtələrdən sonra gələn ismin kəmiyyəti. Görürük ki, suitcase sayıla bilən cəm isimdir, money sayıla bilməyən tək isimdir. Ona görə çıxdaş eləyərik bu variantları. D və A variantını atırıq. Daha sonra nəyə fikir verəcək? Bilməliyik ki, else, bu gördüyümüz else. Else işlənir nə vaxt? Sual sözlərindən, yəni sual əvəzliklərindən sonra və törəmələrdən sonra else işlənir. Heç vaxt else-dən sonra isim gəlməz. Ona görə ikinci tərəfə biz else qoya bilmərik. Bu halda B variantı da gedəcək, C variantı da gedəcək. Qalır deməli Y variantı. What else are you going to take with you? We are going to take some more money and a few suitcases. Cavab olacaq Y variantı. Daha sonra 59-cu sual, leksik testi, definition istəyir bizdən. To suggest, burada açar sözümüz olacaq. Onun da ekvivalenti to propose, təklif etmək. Apologize, üzr istəmək. Restore, bərpa etmək, yeniləmək. Provide, təmin etmək. Refuse isə rədd etməkdir. Refuse-un sinonimlərinə deyə bilərik. Məsələn, reject, discard, bunlar olacaq. 60-da uncountable noun, sayıla bilməyən isimləri bizdən istəyir. Yenə variantları çıxdaş edə bilərik. Çox asan sualdır. Knife sayılır. Daha sonra cousin sayılacaq burada. Deer, təki cəmi eyni qalan isimlərdəndir. Sheep, deer, fish, swine, bu kimi isimlərin qarşısında article varsa təkdədir. Yoxdursa cəmdə hesab olunduğundan sayıla bilən isim hesab olunur. Daha sonra qalır Y və D variantları. Y variantında gördüyümüz job sayılır, iş deməkdir. D variantındakı sözlərin heç biri sayılmayacaq. Homework, ev tapşırığı, luck mücərrəd isimdir. Uğur deməkdir. Gold, nə bilim, qızıl, ola bilsin, gümüş, dəmir və s. bu kimi material adları da sayılmır. Ona görə D variantı sayılmayan isimlər cərgəsidir. 61-də baxırıq 61-dən yenə gözümüzü qorxutmuruq, zamanlara aiddir. Burada and-lə bağlayıbsa deməli bizdən simultaneous action, eyni zamanda baş verən zamanlar istəyir, actionlar istəyir. Burada isə eyni zaman baxırıq, variantlarda axtarırıq. Bir dənə C variantında var. He came home early, rested from 5 to 6 and worked the whole evening. O evə erkən gəldi, 5-dən 6-ya qədər istirahət etdi və bütün axşamı işlədi. Eyni zamanda baş verirsə, deməli 61-də C variantı olacaq. Bu belə. Daha sonra isə keçirik digər suallara, qrammatika suallarına. 62-ci suala baxırıq. Aha. 62-ci sualda bizdə yeni mübtəda xəbər uzlaşmasına aiddir. Deməli, birinci baxırıq a number of-a və the number of-a. Burada belə bir təkrar eləyə bilərik ki, a number of-dan sonra cəm isim, cəm xəbər, the number of-dan isə sonra cəm isim, amma tək xəbər tələb olunacaq. Bu qaydaya əsasən yola çıxsaq, görərik ki, a number of graduates cəm isim doğrudur,
Fiildə cəm xəbər doğrudur. Bir də heç bir problem yoxdur. İkinci suala baxırıq. The number of buildings cəmdədir, amma xəbərimiz cəmdədir. Bizə lazımdır the number xəbəri olmalıdır təkdə. 2 səhvdir. 2 olan variantları atırıq, 1 olan variantları seçirik. Bu halda Y variantı da gedir. 3-ə baxsaq. 2 cups of coffee were brought to us. Okay. Oflu birləşmələrdə demişik, ofdan əvvələ baxırıq. Yəni to hissəyə baxacaq, xəbərimiz cəmdir, word, düzgündür, bir problem yoxdur. 4-də isə some problems has to be solved. Some problems, bilirik ki, some quantifiers olaraq həm sayıla bilən cəm, həm sayıla bilməyən tək isimlərlə işlənə bilər. Burada isə sayıla bilən cəm isimlə işləndiyi üçün xəbərimiz has to yox, have to olmalıydı. Ona görə 4-də səhvdir. Cavab olacaq 1 və 3, yəni B variantı. Keçirik 63-cü suala. This book is of all the books I own. Okay. Burada da yenə görəndə çaşmırıq. Çox asandır. Sifətin dərəcələrinə aiddir. Demişdik ki, of all olanda, one of olanda, have ever, had ever, has ever, in, on, at, among bu kimi söz önlərlə işlənən cümlələrdə sifətin biz işlədirik üstünlük dərəcəsini. Bundan əlavə yaxşı olar ki, məsələn, cümlənin özündə sizə article verir. The article varsa bilirik ki, sifətin üstünlük dərəcəsi işlənilir. Və interesting sifəti də çox hecalı olduğu üçün onun üstünlük dərəcəsi most hissəci ilə düzələcək. The most interesting book. 64-də possessive case ismin yerli halını bizdən istəyir. Apostrof S-dən sonra gələn sözlərə fikir verəcəyik burada. A variantında görürük ki, apostrof S-dən sonra, məsələn, nə gəlib? ING-li bu verbal isim ola bilər və yaxud da davam edici zaman ola bilər. Əgər cümlənin ayrıqda bir xəbəri varsa, bunu biz yerli hal kimi götürürük. Amma görürük ki, bu cümlənin ayrıca xəbəri yoxdur. David's painting a nice picture. Görürsünüz, ayrıca bir xəbər olmadığı üçün. Deməli, buradakı apostrof S izin qısaltmasıdır. Yəni, bu davam edici zamanın izidir. Burada yerlik yoxdur. A variantını atırıq. Daha sonra demişdik ki, apostrof S-dən sonra got gələrsə, bu yerlik deyil. Çünki o həzin qısaltması olacaq. Və yaxud da C variantının let's ilə başlayanlarda biz yerlik götürmürük. Bu let asın qısaltması. Lakin cümləni axıra qədər mütləq oxuyun. Görürük ki, at the bakers, at the butchers ola bilər, at my friends, at my uncles və s. bu kimi variantlarda apostrof S-də düzələndə biz bunu yerlik götürürük. Cavabımız olur C variantı. Digər hallarda isə, məsələn, görürük ki, D variantında child sözünün sonunda S sonra apostrof var. Belə bir düsturu yoxdur ingilis dilində. Cəmi kökündən dəyişən, yəni qaydasız isimlərin təkdə də, cəmdə də yerlik halı yalnız düzələcək apostrof S ilə. Yəni, childs deyə bir şey yoxdur. Children ola bilər, orada da apostrof S olacaq. A child ola bilər, orada da apostrof S olacaq. Və yaxud da sual əvəziyinə apostrof S varsa, bu da yenə qısaltmadır, abreviaturadır. Biz onu yerlik hal götürmürük. Cavab olacaq C variantı. Daha sonra 65-ci suala nəzər salırıq. Deməli, of var burada və özündən sonra cəm isim gəlib, amma xəbərimiz təkdədir. Aha, bundan nə istifadə edə bilərik? Bilirik ki, every ilə of işlənməz. Every-ni atırıq. No-dan sonra of gəlməz, atırıq. Sonra baxmalıyıq ikinci halda nəyə? Dedik ki, oflan işlənib, isim cəmdir, amma xəbər təkdir. Bu düstura aid olanlar hansılardır? Each, either, neither bunlardır. Bothdan sonra isim cəm olur, xəbər də cəm olur. Ona görə Y variantını atırıq. All'dan sonra isə cəm isim gəlirsə, xəbər yenə cəm olmalıdır. Ona görə D variantı da səhvdir. Cavab olacaq A variantı. Each of the players bring his own ball to the match. Bu qədər bəsit. 66-cı sualda yenə seçirik nəyi? Mübtəda xəbər uzlaşmasına aiddir burada da. The latest research on genetics have interesting results. Aha, demişdik ki, cümlədə mübtəda xəbər uzlaşmasında sözönüyə qədər olan sözlə uzlaşmanı aparırıq. Yəni, the latest research ilə. Təkdə olduğu üçün burada have yox, has olmalıydı. A variantı ona görə səhvdir. B variantında the police have decided to postpone the meeting. Bəli, doğrudur. Bilirik ki, police, people, cattle, poultry kimi isimlər toplu isimlərdir və xəbər həmişə cəmdə olacaq. Elə cavabımız B variantı olacaq. Digər variantlara nəzər salsaq, there is two theaters. Əgər two theaters deyirəmsə, xəbərim niyə iz olsun? Ar olmalıdır. D variantında the equipment in the laboratory are outdated. Yəni, the equipment in the laboratory. Bura, yəni inə qədər olan isimlə aparıq. Təkdədir, xəbərimiz iz olmalıydı. D variantı səhvdir. Y variantında each of the students are waiting for the certificates. Qeyd etdik ki, bayaqki sualda içdən sonra of-la işlənəndə ismin cəm, lakin xəbərin tək olur. Yəni, burada iz olmalıydı. Ar yox. Cavab ona görə olacaq B variantı. Daha sonra 67-ci sualda Daniel isn't a person who enjoys getting up early in cold mornings of winter. Deməli, artikel dərsinə aiddir. Bilirik ki, nöqtələrdən sonra sayıla bilən tək isim gəldikdə biz burada, məsələn, qeyri-müəyyən artikel en işlədə bilərik. Okey, məsələn, tutaq ki, burada e işlətdik.
Eni qoyduq bura. Eynən cavab harda var? Bir dənə C variantında var. Və ikinci tərəfdəki nöqtələrdən sonra cold mornings cəmdədir. Biz buna heç vaxt E qoya bilmərik. C variantı yanlışdır. Baxacağıq hara yenə. Y variantında seçmirik çünki samitlə başlayıb E artiklı yerində olmalıydı. Və yaxud da biz burada ən optimal variant olaraq istifadə edə bilərik nəyi? Daniel isn't the person who enjoys getting up early in cold mornings of winter. B variantı ən düzgün cavabdır. Çünki burada Danielin necə insan olmağından danışır. Müəyyən bir insan. Belə qeyd eləyək də bunu. Yəni Daniel elə bir insan deyil. Kim ki, səhərlər, yəni soyuq qış səhərləri erkən oyanmağı sevir. Yəni belə bir insan deyil. Necə bir insan deyil? Müəyyən edir. Daniel haqqında məlumat verir. Ona görə birinci tərəfə D veririk və ikinci tərəfə də elə mornings bizə kömək edir ki, məsələn D-ni seçməyək, C-ni seçməyək. Ona görə cavabımız olacaq B variantı. Daha sonra 68-ci suala baxırıq. Deməli burada modal feillərə aiddir. They wait their turn to get a ticket, but Deməli, nəyə fikir verəcəyik? Burada but varsa, but bağlayıcısı bilirik ki, biz necə istifadə olunur? Qarşı, kontrast fikir yaradır. Bir tərəf təsdiqdirsə, digər inkar istifadə olunur. Məsələn, digər halda isə baxacağıq nəyə? Məsələn, görürük ki, masdan sonra tu işlənməz. Otdan sonra tu olmalıdır, yoxdur tusu. Həddən sonra tu olmalıdır, yoxdur tusu. Və yaxud da but varsa, əgər qarşı fikir qoyursa və birinci tərəfdə hansı modal feil istifadə olunubsa, ikinci tərəfdə həmin modal feili nə ilə sual verib, nə ilə inkar edirsə, ondan istifadə eləməliyik. Məsələn, bu cavaba da uyğun gələcək D variantı. Yəni, they had to wait their turn to get a ticket, but we didn't. Niyə deyirik ki, didn't? Çünki had to modal feilinə, ümumiyyətlə have to modal feilinə sual və inkar özü ilə deyil, do, does, did köməkçi feilləri ilə veriləcək. Bu halda da ona görə birinci tərəfdə had to verirəmsə, ikinci tərəfdə onu nə ilə inkar edəcəmsə, həmin o köməkçi feilindən istifadə edirəm. Daha sonra 69-cu sualda the scientists carried out the entire experiment without any outside help. Okay. Burada da baxırıq the scientist-ə, alimə. Alim she ola bilər, he ola bilər, kişi, qadın fərqi yoxdur və bu qayıdış əvəzliyinə aiddir. Qayıdış əvəzlikdə canlı şəxsdən söhbət gedirsə və təkdədirsə ya himself olacaq kişi cinsində ya da herself. Yəni bu çox asan sualdır, cavab olacaq C variantı. Daha sonra 70-ci sualda baxırıq nəyə? Cümlə quruluşuna aiddir. Cümləyə biz bilirik ki, nə ilə başlayırıq? Swap qaydamız var bizim, elə deyilmi? Yəni cümlə mübtəda ilə başlayır, xəbər yanında olur, obyekt, yer zərfi, daha sonra isə varsa zaman zərfi. Burada biz başlaya bilərik cümləyə nə ilə? Məsələn, 6 ilə cümləni verib variantlarda allows bizim xəbərimizdir. Niyə xəbərlə cümləyə başlayaq bu halda? Lazım deyil. Məsələn, 4-ə baxa bilərik. Literature allows. Deməli, mübtədamız olacaq literature, feilimiz, xəbərimiz olacaq allows. 4-6 strukturu isə bir dənə gəlir C variantında doğru. Məsələn, literature allows readers to learn the lessons from other people's mistakes. Yəni, ədəbiyyat oxuyuculara başqa insanların səhvlərindən öyrənməyə şans yaradır, imkan verir. Ona görə də C variantımız düzgün olacaq. 71-ci sual isə passive voice aiddir, məchul növə aiddir. Məchul növün qaydasında bilirik ki, ilk növbədə biz müəyyənləşdirməliyik xəbərdən sonra, yəni bizim cümlənin tamamlığını və ikinci halda xəbərə mütləq diqqət yetirməliyik. They are repairing the bridge that collapsed last year. Davam edici zamanda, indiki davam edici zamanda. Bu halda biz bilməliyik ki, davam edici zamanı məchul necə düzəlir? To be-nin formaları plus being-i yerində saxlayırıq. Plus participle to olduğu kimi qalır. İndi the bridge təkdə olduğu üçün işlətməliyik biz nəyi? Is-i. İndi o düsturu yerində axtarmalıyıq. Is harda var? Is repaired verib, burada beingimiz yoxdur. A variantı səhvdir. Daha sonra B variantı has been verib, bitmiş zamanı məchulu bizə lazım deyil. Bizə indiki davam edici zaman lazımdır. C variantından was repaired keçmiş sadə zamanın məchuludur. D variantında nə var? The bridge that collapsed last year was being. Keçmiş davam edici zamanda lazım deyil. Y variantında the bridge that collapsed last year is being repaired. Ən düzgün variantımız olacaq bizim Y variantında. Passive voice-un düsturu, davam edici zamanlaşın, to be-nin formaları, being və participle to.